Salam dəyərli dostlar, hər birinizi xoş gördük. Ruhumuzun şəfası verilişinin növbəti buraxılışında hər birinizi salamlayıram. Maşallah, demək olar ki, hər verilişimizin altındakı rəylərə baxırıq və görürük ki, insanlar çox razılıq eləyir. Bu şəxsən mənim üçün, kanalımız üçün bir qürur istiqamətidir ki, insanlara nəhayət ki, o yardımçılıq, mənəvi köməyi eləyə bilirik. O mənəvi kömək də olandan sonra maddiyyatı insan artıq özü keçirə bilir. Kəmalə Mürsəlova numeroloq qonağımızdır həmişəki kimi və bizi izləyənlərə bir daha bildirim ki, bugün çox maraqlı, tək numerologiyadan yox, çox şeylərdən danışacaq. İnsanın özünü dərk prosesinə qoşulmasına yardımcı olmağa çalışacaq. Xoş gördük. Xoş gördük Səboy müəllim. Necəsiz? Çox sağ olun. Sizinlə söhbət həmişə xoşdur. Öyle evin özünün, buranın özünün aurası da adama xoş təsir edir. Səsinin məlhəmi çox tərifləməyim. Onsuz da kənar yerlərdə həmişə deyirəm, yanında tərifləmək biraz düz gəlmir. Kəmalə xanım, bax, izləyicilər saysız hesabsız suallar verirlər. Mənə də zəng edirlər. Təbii olaraq soruşurlar ki, ağlın kəsir. Belə deyən də var. İnsanı qınamıram da. Ağlın kəsir yoxsa yox. İndi efirdə bəzən yalandan da danışanlar olur da. Görmüşəm mən, çox olur. Bizim verilişdə də olub. Nəzər bilgiləri gözəl deyir, amma praktikada sıfır olur. İnsanları alladır. Ailədə bir balaca narazılıq olan kimi deyir, narazısan, səndən kobud davranır, boşan getsin. Elə ən asan və ən zərərli yolu deyirlər. Amma sizdə elə deyil. Yəni izləyənlər də deyir. Həmişə demişəm, açıq şəkildə iradınızı, nəticə pis olubsa onu da yaza bilərsiniz. Hələ ki yoxdur, deməli inşallah olmaz. Ən çox soruşurlar ki, bu numerologiyanı öyrənmək üçün, numeroloq olmaq üçün fitir istedad lazımdırmı, yaxud da sadəcə bilgilər öyrənmək və hansı bilgiləri öyrənsək, tutaq ki, Kəmalə xanım kimi ola bilərik. Məsələn, belə suallar verək. İstərdim, bax, ona cavab verəsiniz öncə. Məmnuniyyətlə. Deməli, doğrudan da çox elə bir mövzuya toxundunuz ki, yəni biz bədahətlə başlayırdıq bugün də. Ümumiyyətlə biz həmişə belə sizinlə heç bir Əvvəlcədən sual ki, olmur. Heç bir planlamamış biz verilişə başlayırıq. Deməli, numerologiya, mən bunu dəfələrlə demişəm, bəlkə kimlərinsə yadında qalıb ya yox. Numerologiyanın məsəl üçün 3 aya o informasiyaları keçib qutarmaq olur. 3 aya amma onu keçib, onun eğitimini, dərsini alıb, gəlib numeroloq olmaq olmaz. O mənim fikrimdir. Amma olanlar var. Yəni, amma o olanlar da var olduğu üçün. Kökü var yəqin. Var, o var məsəl üçün özünü göstərir, amma o nə qədər gedəcək sizcə? O bir şey elə olmalıdır ki, o köklü, köməcli olanda o ömürlük olur, daha da davamlı olur. Amma bir şeyin ki, altında kök yoxdur, fundamentsiz evdir. O gedəcək biraz, 1-2 həftə. Necə deyək, belə insanlar təəssüf hissi ilə, yəni bir şeylə deyəcəklər ki, yox, bundan mənə heç nə olmadı. Əslində, bax, elə mən hətta o öyrənmək istəyənlərin özünə də, indidən məsələn, mənə müraciət edənlər var. Deyirəm ki, bax, mən o kursu açana qədər sən zəhmət olmasa bilincaltı bilikləri, karma bilikləri, istəyirsən ruslardan öyrən, istəyirsən türklərdən öyrən, istəyirsən bizimkilərdən öyrən. Ən az təsəvvür olsun da internetdə olur. Sənin bu biliklərin olmalıdır. Sən dini, mən demirəm dinçilər kimi, yəni dindar kimi, heç olmasa ilahiyyatçı kimi yox, yəni heç olmasa bilməlisən nədir, nə deyil. Çünki, bax, məsəl üçün, mən analiz etdim, bütün tövsiyələrimi verdim, gəlir, məsəl üçün, onlara da qapını açıq qoyuram, deyirəm, bir ay keçsə də belə, siz mənə müraciət edib sual verə bilərsiniz. Çünki o insan bir dəfə də qulaq asır mənim səsimə, oradan nəsə tapır, geri dönüş eləyir. Bugün elə, bax, bugün belə bir dönüş edən qız var idi. Ki, bu nədir Kəmalə xanım? Deyirəm, o dəqiqə baxıram, görürəm ki, o köhnə şeyləri, başa salıram ki, bax, səndə bu var idi deyənə, məsəl üçün, 6 ilə 2-ci çakra boşdur, oradan sənin bütün bu səni o didişdirən, səni narahat eləyən duyğular buradan gəlir. Başa düşdü anında, deyirəm, nə demişdim mən sənə, nə etmək lazımdır buna görə, deyir, hə, yadıma düşdü. Tamam, mən bunu eləyəcəm, amma çətindir, amma deyirəm, çətindir, amma mümkündür. Bax, belə-belə bu şeylər olmasaydı, məsəl üçün, bir numeroloqun bilincaltı, NLP deyirlər, ondan sonra o bir çox texnikalar bilincaltı ilə işləməyə,
Son mən bu biliklərimi qrupumda demək olar ki, yəni mən bunu satmıram, eləcə paylaşıram. Təmənnasız. Bəli, təmənnasız. Və soruşurlar ki, qrup ödənişli? Deyirəm, yox, ödənişli deyil. Nə zaman? Orada o qədər mən məsəl üçün hətta duaların texnikaları var. Necə yəni bu numeroloqun yəni əslində heç işi deyil. Numeroloq bəli. Amma siz digər bilgilərlə istiqamət verirsiniz. O doğrudur. Bax, birdən olur da mən müraciət edəndə heç də həmişə astroloji xəritə açılmır. Sadəcə danışır, görsən ki, bu astrologiyanın ehtiyac yoxdur da. Yerindəcə məsləhət verirsiniz. Çünki bir neçə nəfər deyir, Kamala xanıma zəng vuran kimi sadəcə deyir, təvəllüdümü dedim, dedi budur. Elə bir yanımda olub, ta ki də ata ilə sənin münasibətin zəifdir, anadan uzaqsan. Deyir, o qədər onu dəqiq dedi ki, dedim, hələ gör biraz o işləsə üzərində deyir, nə olar? Yəni doğum tarixini tam açılanda, tam analiz edəndə, sonra ad, soyad, onu da çakraları tam açırıq da biz, onun da bir neçə hesablaması var. O zaman hər şey gözünüzün qabağında, həmin adamın bilinçaltısı gözünüzün qabağında, həmin adamın kökü soyu gözünüzün qabağında və özünün bugünkü gündə bütün o keçən dəfə soruşdunuz ki, qədər yəni o insanın taleyi dəyişərmi? Bax o gözün qabağındadır və oradan ona pozitiv yol göstərmək artıq mənlikdir. Və yaxud da ki deyirəm ki, bax burada neqativ, orada görünür onsuz da ki bu adam neqativdədir. Bax davam eləyərsiniz. Eyni gündə, eyni ildə anadan olanlar var. Məsələn, astrologiyada fərqləri var da, tutaq ki, doğum yerləri. Əgər qardaşdırlarsa, doğum saatı 2 dəqiqədən bir, çünki planetar quruluş dəyişir. Həm də onun təbii ki, o astrologiya nəsil bilənlər bunun keçdiyi yola baxır. Biri idmana gedib, biri incəsənətə gedib. Bəli. O istər-istəməz onun xarakterini formalaşdırır. Sizdə necədir? Tutaq ki, adı sizdə ad fərqlidir orada. Bəli, orada bizdə məsəl üçün tutaq ki, pin kod deyirik də biz o rəqəmlərin hamısına oradan. Əlbəttə ki, o eynidir, necə dediyiniz kimi. Bizə doğum saatı lazım deyil. O eynidir. Bunu qoyduq bir yana. Oradan bizim bir dənə böyük bir karmamız olur. O eyni olsun tutaq ki, amma ad və soyadında düzdür, soyad da eynidir. Ad da oradan gələndə orada tamam başqa rəqəmlər çıxır. Yəni o çakra məsələləri. Oradan da bir də bir başqa hesablama var. Ana xətti, yan xətti. Orada da tamam başqa rəqəmlər çıxır və bir insanın nə etməli olduğunu baxın. Orada o ana xətti, yan xəttində sən nə etmək məcburiyyətindəsən bu dünyaya gəldiyindən. Yəni nə etmək məcburiyyətindəsən, onlarda başqa-başqa çıxır. Yəni o zaman biz hərəsinə başqa-başqa məsləhətlər veririk. Bundan başqa məsəl üçün hətta yəni belə də deyək ki, təsadüfən ad, soyad da eynidir. Ondan sonra doğum tarixi də eynidir. Dünya üzrə ola bilər də. Orada artıq seçim dövrəyə girir. O mən Facebook sosial şəbəkəsində 4 Səbuhi Rəhimli var. Hamısı məndən kiçikdir. Onun ikisi ilə hətta görüşmüşəm. Biri Salyanda balıqçılıq, belə də balıq filan satır, o işlə məşğuldur. Biri də tikintidədir, o suvaq vurmaq işinə baxır. Dinləyirəm. Həmçinin maraqlı olur ki, 2 dənə Səbuhi Rəhimli. Oxşar şeylər var. Nə olsun, indi o bu işlə məşğul deyil. Amma adamın istəkləri, adamın həyata baxışı, adamın keçdiyi yola, ətrafa münasibətə görsən ki, bu addan, soyaddan mı irəli gələ bilər? Rəhimlidir də soyad. O rəhimlilik də ondan gəlir yəqin ki. O, məsəl üçün, Səbuhi Rəhimli, orada kimsə Rəhimov da ola bilər. Amma onlar rəhimlidir sənətdə. O da ruhun bir strategiyasıdır. Strategiya, yəni hətta o yuxarıdan gələndə belə özünü plan, necə ki biz inşa yazanda plan qururuq ki, birinci bunu deyəcəm, sonra bunu yazacam da. Ruh da orada özü üçün strategiya seçir və gələndə mən nədən istifadə edəcəm? O qədər maraqlıdır ki, inanın ki, yəni onu mən artıq o analiz elətdirənə deyəndə ki, məsələn, birinci rəqəmi bu adam tutaq 7 ilə gəlib də. Baxırsan ki, deyirsən ki, bu adam bilirsən ki, orada artıq bu 7 ilə gəlibsə, bu tam təkamül, elə bir söz verib ki, mən başdan ayağa təkamül eləyəcəm. Ömrümün axırına qədər təkamül eləyəcəm. Ömrümün axırına qədər bax, periodlar var ki, xəstə olur, periodlar var, depressiyada olur, periodlar var. Xəstəyə baxır, o da ola bilər. O da olur. Xəstəyə də baxır. Sonra periodlar, elə periodlara gəlir, onlar da periodlarla hamısı görünür. Gəlir, araşdırır özünü.
Yəni deyir artıq bəsdir. Yəni mən özümü araşdıracağam, görüm nə var, nə yox. Çünki bunlarda yəni baxırsan ki, tam başdan ayağa təkamüldür. O strategiyası da onun yuxarıda artıq bəlirləyir, strategiyanı gəlir. Amma bir nəfərlə rastlaşmışdım. Dahi adam da demək olar ona. Deməli bu 23 yaşında o siz dediyiniz o missiyanı falan həyata keçirmək istəyəndə rayonları işğala məruz qalıb, çıxıb dərbədər olub bir neçə illər sonra onu tam bərpa edə bilmir. Yəqin o yaş enerjisi də rol oynayır. Bu necə anlamaq olar? Yəni bu deməli qisməti deyilmiş, yoxsa vaxtı deyilmiş. Doğrudan da elə bir şey eləyəcəymiş ki, bu Qaçın rayonlarının mərkəzində olan birindəndir. Həmən gün rayona raket atılıb, qaçıb, qohum-əqraba ölən, itən. Yəni belə bir şeydə. Etibar Ekin deyirdi ki, həmişə mənə deyirdi ki, sənə mən düzdür, inanmamışam heç vaxt. Deyir o tilsim falan sənə təsir eləməz. Amma eləmək istəyən görsən arvadı eləyir, uşağı eləyir, işində nəsə eləyir. İstər-istəməz sənə də o təsir eləyir də. İndi bu da onun kimi. İndi bu o missiyanı yerinə yetirə bilməməyi o yox, orada məsələ burasındadır ki, biz təkcə məsəl üçün bizim nəyə söz verib gəliriksə, çox istəyiriksə bunu. Bax, insan bu dünyada ən çox istədiyi şeydən, bir də ən nifrət elədiyi şeydən sınanır. Yəni ən zəhləsi getdiyi şey həmişə çıxar qabağına, ondan sınanar. Ondan çünki bu sistem belə işləyir. Yəni Allahımızın sistemi belə işləyir. Ya da ən çox sevdiyi bir şeydən də ürəyə gedir, o şeyi istəyir. Oradan da sınanacaq. İndi bu adam, indi siz danışdıqca mən öz-özümə fikirləşirəm. O qədər o şeyi istəyib ki, artıq onun qabağına o sınaq çıxıb oradan. Yəni yuxarıda da əslində əlbəttə ki, biz strategiyanı götürüb gəlirik. O pin kodun bəlkə də bu növbəti variant tapa bilməyib. O formada da yəqin ki, bəli, olardı. Əlbəttə olardı. Mən də onu deyirəm. O strategiyasının da təsiri var orada. Bir də onun həddindən artıq istəyib və qarşısındakı sınaq, bəli, ola bilər ki, elə adam olardı, deyərdi ki, sonuna qədər gedəcəm də. Yəni bu edə bilməyib. Bu şeylər, o qədər orada şeylər var ki, yenə o hərrəni fırlanıb, dolanıb gəlir seçimə düşür. Seçimin üstünə düşür. Adam var ki, nə qədər çətinliyə düşür, deyir, Allahım, mən dönməyəcəm, yəni insan sifətimi itirməyəcəm. Yəni o bədəl dağır olur da, çətinlik. O olur, amma məsəl üçün mən öz həyatımda görmüşəm bunu ki, mən həmişə bir qadın olaraq öz-özümə söz vermişəm ki, yox, insan sifətimi itirməyəcəm. Yəni o gedəcəm onun axırına qədər dediyimi getmişəm, yəni çox şükür bugünkü günə qədər də. Yəni biz nələr görməmişik ki həyatda. Hər şeyi görə, yəni amma əsas məsələ odur ki, o üzvü, insan sifətini itirməyəsən. Hətta heyvanlara qarşı, hətta insanlara qarşı, hətta düşdüyün bir duruma qarşı. Orada artıq mən şeydən, əxlaqdan falan filan danışmıram. Sadəcə insanlara qarşı olan o münasibət, heyvanlara qarşı olan münasibət, o qəddarlıq. Məsələn, insan var ki, düşür qəddar, ona qəddarlıq eləyirlər. İnsan da çönür, deyir, yox, nə qədər olar, elə mən əziləcəm, mən də qəddar olacam. Mən belə insanları çox görmüşəm. Amma əsas məsələ odur ki, həmən o qəddarlığa düşməyəsən və insanlığından da dönməyəsən. Peyğəmbərimiz də nə demişdi? Ondan soruşublar, gəlib gedib. Müsəlmançılıq təzə veriləndə çox soruşurdular ki, cənnət, cəhənnəm haqqında da. Cənnətə heç olmasa bir dənə bizə o cənnətdə düşəsi insanın bir əlamətindən bir dənə deyin də. O da demirdi. Sonra axırı bir gün deyib ki, bax bir dənəsini deyəcəm ki, üzündən təbəssüm yağan insan. Yəni nə qədər çətinə düşsə də, nə qədər pis vəziyyətdə olsa da insanları görəndə təbəssüm eləyən. Sadəcə təbəssümlə bir salam vermək, xoş sifətlə salam vermək nə qədər savabdır deyir. Yox, mən də razıyam. Bizdə bir el sözü var, deyir, mərdi qova, namərd elə. Mən deyirəm ki, həmişə ona qəbul eləmirəm. İndi onu hansı atalar çıxardıq bilməm. Deyirəm, mərd heç vaxt namərd olmaz. Mərddirsə bu, sonra namərd olarsa, bu Nizami Gəncəvin Xeyir və Şər əsərində xeyirlə şərin fərqini onda göstərir ki, şər xeyrin gözünü çıxardır, sonra gözü gəlir, el olur ki, şərin qolunu bağlayıb onun hüzuruna gətirirlər şah olanda. O da onun gözünü çıxarsın, onda elə nə fərq oldu ki, bu da deyir, yox. Yəni, xeyrin xeyirliyi ondadır. Və insanları dəyişmək, bax, bir çox adamlar məndən soruşur, elə öz həyatımla paralel yaparım. Biz, üzr istəyəm, təzə evlənən vaxtı ailə yataqxana saxtarırdıq.
Qəzetdə işləyirdi, azdan çoxdan tanınırdım. O vaxt astrologiya ilə məşğul deyildim mediada. İnanırsınız, neçəsinə getdim. Birində dedilər, çat yaranıb, bura söküləcək. Özə dedim, aylıq pulunu da verim. Birinə getdim, nəsə dedilər ki, bəs tutublar, həbs eləyiblər. Birinə getdim, o da dostlarımız var idi, onlar tapşırmışdı. Baş redaktor, hamı kimi mən də pul verirəm də, 90'ların ortaları idi. Nəysə, birinin oğlu rəhmətə getdi. Falan. Ən axırda bu Space-in yanında politologiyanın yataqxanası var idi. Dostlarımızın hamısı getmişdi. Oranın komendantı ilə danışdıq. 6-cı idi artıq bu. Danışdıq, dedi ki, 5-ci günü. Dedi ki, bazar günü gətirərsiniz. Otaq ayıracam. Dedik, yaxşı. 6-cı gün zəng vurdum ki, görüm saat neçədə gəlim, necə gəlim. Gördüm, köməkçisi dedi ki, xəbəriniz yoxdur. Dedim, yox. Dedi, dünən ürəyi dayanıb. Ondan sonra dedim, bu yəqin işarədir ki, getmə. Bu nəyə dəlalət edir? Sonra artıq ev tutub çıxdıq. Dedim, yataqxana olsa həm ucuzdur, həm də biraz sivildir də, nə qədər olmasa. Şəraiti, ailə yataqxanası üçün yaxşıdır. Bu şeylər də o karmadan mı doğur, rəqəmdən mi doğur? Siz adam bəzən həmişə deyirəm, bilmədiyi qanunlarla daha çox idarə olunur. Bəlkə mən oraya gedərdim, bir o koridorda, dəhlizdə nəsə bir şey danışardım, dalaşardım. Nəsə bir dəhşətli hadisə ola bilərdi. Yoxsa, nə bilim... O da ola bilərdi. Yəni, belə olanda əslində... Qoymayan qoymuydu. Bir dəfə olsun, 2 dəfə, 6 dəfə hamısında da ciddi əsaslar oldu. Ciddi əsaslar oldu. O, ola bilsin ki, bəli, mən bilirəm ki, sizin qoruyucunuz daha güclüdür bu barədə. O, uşaqlıq vaxtından haqqında danışanda mən, yəni, elə insanlar var. Yəni, o, rəqəmlərə də baxanda bilinir o. O, elə bir, məsəl üçün, deyirlər, filənkəsin qoruyucusu güclüdür. O, yəni, mən o şeyə inanıram. Doğrudan da... Qoymur. Nəsə var deyirəm. Həmişə bir neçə dəfə cəhd deyirəndə deyirəm, qoymur. Üzr istəmək bir yoldaşım, əzizlərcə, birdən deyirsiniz, imkan vermir danışmaq. Mən jurnalist kimi müsahibə almıram. Mən Kamala xanımla söhbət edirəm. Bilgilərimizi bölüşürəm. Görürsünüz, mənim də bilmədiyim şeylər var, soruşuram. Məsələn, bir dostum elə cəhd deyirdi, bir məşhur şirkət var. Tikinti. Ora getməyə. Alınmırdı. Xəritədə də göstərmirdi. Deyirəm, ora getmə. Yox. Sonra elə oldu, alınmadı. Ayrı adam ora getdi. Orada da bütün nə qədər yeyinti, nə var, onun boynunda qaldı və 4 il iş verdilər. Neçə milyonda pul. Onu da anladı. Axı biz insan bilmir bəzən. Ona görə öncədən müəyyən şeyləri bilmək nə gözəl olar. Əlbəttə ki. Bax, o... İndi mən numerologiyadan deyəcəm. Əslində, məsəl üçün, o siz dediyiniz də insanın dəyişməsi, o dəyişim, dönüşüm, yəni biz onunla məşğuluq da, yəni insanı dəyişdirmək. Bəzi adam elə bilir ki, mən onun ideyasını dəyişəcəm. Deyirəm ki, yox, sizin ideyanızla mənim işim yoxdur. Dünyaya baxış, bəli, o baxış acısı var. Sonra onun o seçimi var. Oradan məsləhət vermək üçün mən birinci nömrədə, yəni bu... Bax, o bilikləri öyrənirdim də, bir çox şeyləri bilirdim. Amma numerologiyanı tapanda mən artıq dedim ki, yox, bundan ötəsi yoxdur. Niyə görə? Çünki numerologiya ən asan, ən rahat, məsəl üçün, onu heç bir travmaya soxmadan, heç bir bilinçaltı qazıntısı eləmədən, heç bir şey eləmədən, hamısı gözümün qabağındadır, əgər mən onu müfəssəl bilirəmsə. Və ona görə də həmən o işə mən numerologiyadan başlayıram. Analiz elədim, artıq bu adam mənim ovcumun içindədir. Mən bilirəm onu necə dəyişdirəcəm, necə dönüşdürəcəm. Həm də o illərin şeyini çıxardırıq biz, enerjilərini, ömrünün axırına qədər çıxardırım mən. Zirvə illəri, sınaq illəri. Oradan mən deyə bilirəm ki, ən azından bir 9 il ərzində səni nə gözləyirsə, o biri 9 da var. Yəni o şeylər təkrar olunur. Orada, yəni doğrudan da o dediyiniz ki, qabaqcadan bilmək. Yəni, baxırsan ki, bu o ildə deyil də, bu tamam başqa bir də bundan başqa bir 9 illik özünün şəxsi o şey də var, dövrlər də var, periodlar deyirlər də, məsələn, 0-9 yaşda bu nə, hardadır. Ötən dəfələrdə danışmışdıq. Elə adam var ki, məsəl üçün deyir ki, qulaq da asır səsimə, sonra üstündən bir neçə müddət keçir, təzədən müraciət edir ki, özü biliklidir, yəni qız çox şeyləri bilir də, yəni demək olar ki, uzmandır.
Kəmalə xanım, mən çox verici olmuşam. Bayaqdan bilirdim harda nə qədər verim, kimə nə qədər kömək eləyəm. Mən o yeri gəldi, gəlmədi deyir, amma ziyan görürəm bundan. Mən bu niyə belədir? Dedim gözlə bir dəqiqə. Baxdım ki, ağlıma o dəqiqə o gəldi ki, bunun dövrü var da. Baxdım gördüm 9-dur. Həmən 9 il bu adam ən azından 7 il həmən o dövrdə olacaq. Paylayır ancaq. Ay sağ ol. Deməli verən də əvvəldən də məsələn o qız həmişə ehsan, o yan bu yan, amma özünə məəttəl qalıb ki, mən həmişə bilirdim kimə nə qədər eləmək, necə eləmək, yəni mən oradan ziyan görmürdüm. İndi ziyan görürəm. Bu nədəndir? Dedim 9-un enerjisi hələ 7 il belə olacaqsan, özünü yığışdır, biraz toparlan, yəni özün bil ki, artıq harda necə nə eləmək lazımdır. Onu dəyişmək deyirsiniz. Bax, bir dönüş deməli bunun taleyinə yazılıb ki, tutaq ki, Məmmədin taleyinə yazılıb ki, artıq bu aylarda dönüş olacaq və gəlib sizlə rastlaşır. Amma eləsi var, heç meyilli deyil, bu barədə təsəvvürü yoxdur. Mən deyirəm, gəl gedək, Kəmalə xanım sənə məsləhət versin. O, ona aidiyyatı olur. Xeyri yoxdur, o sizə ziyandır. Yox, Onu ki, o zorla ki, o adamı ki, gətirirsən, ki, mən, məsələn, gəl gedək nömroloji analiz elə, və yaxud da, gəl, ay balam, sənə inkişaf lazımdır, sən inkişaf eləməlisən, ya, mən onlara belə deyirəm, oyanmışlar, oyanmamışlar. Bu dəqiqə zaten, yəni, belədir. Oyanmış, o dəqiqə anlayır ki, sən nədən. Onsuz da mən analizdən qabaq bu oyanmanı heç olmasa biraz açıram, bir 3-4 səs. Amma kimsə tutub gətirmirəm, sadəcə verilişə deyirəm, bax, ağlın kəsirsə. Baxmayacaq. Səbuhi müəllim, bir verilişə baxmaq üçün onun da frekansının o verilişə uyğun gəlməsi lazımdır. Dərk eləmək səviyyəsi qalxmalıdır. Frekans, o frekans yoxdur adamda və müəyyən verilişlər var ki, məsələn, bizim sizlə olan o verilişlərimizə ən azı heç olmasa o frekansının 200-ə qalxması lazımdır ki, o ora baxa bilsin. Əgər 70-dədirsə bu adam baxamayacaq. Adi anons verən kimi o short proqramında, profilində görüm nə qədər adam yazır ki, səbirsi ilə gözləyirik, Kəmalə xanım dedi. Onda baxsan ki, insanlarda doğrudan da... Elə adam var ki, məsələn, baxar biraz, çünki onun vaxtı çatmayıb. Oyanacaq əlbəttə ki, o da oyanacaq nə vaxtsa. Bəlkə də oyanmamış, eləcə buradan gedib, köç eləyib gedəcək. Belələr də var, o qədər çox var təəssüf ki. Amma siz dediyinizdə bir həqiqət də var ki, o vaxt Etibar Erkin tələbələrinə danışanda, bəzən otururdum boş olanda. Deyirdi, sənə tutaq ki, olan ekstra sesində bəsirət açıq uşaqlar idi. Xüsusi seçildi. Deyirsən birinə, küçədə, sənə heç nə demədən, baxırsan, görsən bunun böyrəyində ağrı var. Sən yaxınlaşıb ona deyirsənsə, böyrəyin ağrıyır, artıq sən ona oyadırsan. Artıq beyninə siqnal gəlir ki, bunun böyrəyi ağrıyır. Zəhmət çəkib, biraz da kobud deyildi. Zəhmət çəkib ya onu özünü sağaltmasan, ya da yönətməsən həkimə. Çünki oyatdın. Bəlkə də o əlaqə olmayacaqdı, heç xəbərsiz orada qalacaqdı. Nə vaxt özü aylardır. İndi siz dediyiniz kimi kimsə zorla aparmağın adı yoxdur da, yəni. Ümumiyyətlə o bir neçə qanunlar var da, o bəşər qanunları. Mən onlara çox, yəni əvvəllər o qədər də fikir vermirdim, amma axır illər bu problem ondan yaranır, düz deyirsiniz. Çox önəmlidir ki, o bəşər qanunlarını insanlar bilsin. Bax orada yargı yasası var. Bu dəqiqə o qədər dəhşətli bir şeydir ki, çatan bir-birini yargılayır, filan-kəs filan şeylərdir. Qeybəti demirəm amma. Özündən başqa hamıda. Təkəbbür də artıb, ego da artıb. Təkəbbür, ego, onlar o dərəcədədir, amma yargı, əslində məsələn biz otduğumuz yerdə bax heç belə fərqində olmadan o şeyə düşə bilirik, o yargıya düşə bilirik. Adicə bir çox neqativ bir hadisədir. Bu bunu necə elədi? Necə elədi dedinsə, sistem sənə göstərəcək ki, bunu necə eləmək olar? Yəni iraq olsun, başıma gələcək. O həmən o yarğı odur. O qədər düşürük ki, onun içinə, onun çuxuruna düşürük. Yəni orada bir çox, məsələn, rəqəmi ilə artıq mən bilirəm ki, hamısına deyirəm səndə hansı yasalara əməl eləməlisən də. Məsələn, sürəc yasası var. Yəni vaxt yasası 4-dər. Hansı 4? Deməli onlarda 2-3 nəfər olar ki, analiz elətdirən içərisində əməl eləyə bilir. Başladığı işə sona çatdırır. Hamısı deyir ki, ay Kəmalə xanım necə düz, mənim problemim budur. Deyirəm, indi zəhmət çəkəcəksən. Özün qarşıla, məsələn, onları mən elə verirəm tapşırıqları. Ged üzvü tut Allaha, denən Allahın bir ay dalbadal tutaq ki, Quranın tərcüməsini hər axşam 15 dəqiqə oxuyacam. İndi belə özüm lap belə Quranı da əslində 4-dərin boynun borcudur. Çünki 4 dinimizi təmsil edir. Mənəvi qida və daima o beynində olmalıdır. Başqa şey də deyirəm. Deyirəm bir ay ərzində hər gün eyni vaxtda idmanla məşğul ol.
5 gün, 3 gün eləyəcək, ondan sonra bir günü, 2 günü buraxacaq. Və o olmaz. Onu əgər o axıra çatdırırsa, onun bütün önü açılır, yolu açılır. Kamal xanım, ötən verişimizdə biz münasibətlər numerologiyasından danışmışdıq. Çox maraqla izləndi. Əziz izləyicilər, kim baxmayıbsa mütləq baxsın. Ümumiyyətlə ana səhifəni açanda onlar var. Kamal xanımın nömrəsi efirdə gedir. İstədiyiniz vaxt əlaqə saxlaya bilərsiniz. Zəngdən daha çox WhatsApp olar. Bir qadın mənə zəng vurdu, pedaqoqdur. Gəncdir. 2 oğlu var, hardasa 12-14 yaş aralarında. Deyir, o məsləhət almaq istəyirəm. Onlar bir-birindən ümumiyyətlə adi bir şeyi, adi bir ünsiyyəti deyir, müharibə həddinə gətirirlər, münaqişə həddinə gətirirlər. Nə bilim, adi, mənim qələmim hardadır deyəndə o çox aqressiv cavab verir. Sanki bunu döyə-döyə deyir ki, qələmim hardadır. Adi soruşur. Deyir, bir-birinə deyir, o qısa qapanma deyirlər, resamkaniya. Qısa qapanma var. O numerologiya deyir, onlara kömək eləyə bilər. Numerologiya kömək eləyər. 2 yaş fərqləri var. Amma indi siz təsəvvür eləyin ki, biz gətirib uşağı çatdırırıq 12-14 yaşına. Və burada numerologiyadan kömək axtarırıqsa, bunun altında nə var? Bu uşağın tərbiyəsi nə vaxtdan başlamalıdır Səbah müəllim? Ən azı deyirəm, mən 3 yaşından da, heç olmasa o uşaq ki danışır, ətrafı görür, özünü göstərmək istəyir ki, yaxşı bir işlər görsün, o uşaq. O vaxtdan sən əgər uşağı tərbiyə etməmisənsə, o uşaqlar bir-birini qırırsa, qışqırıb, bağırıb evdə. Deməli, evdə ata-ananın, bax, uşağam demək olmaz. Bunu, ay uşaq, buradan götür, bura qoy. Bax, bunu belə elə. Uşağa göstərmək lazımdır. Göstərmək. Nə göstərəcəksiniz? Necə? 2 insanın bir-birinə münasibəti. Yəni, belə kobud desə, ərlə arvadın münasibəti, ata ilə ananın münasibəti. Ata öz yoldaşına, yəni necə münasibət eləyəcək, o uşaqlar ona baxır. Atanın ağzını güdür, sonra ananın ağzını güdürlər. Yəni biz özümüz də bunu görmüşük. Biz də uşaq olmuşuq. Zaten. Yox, 0-6 yaş ancaq atadan, anadan yığırlar. Və bağçaya getsə belə. Əlbəttə, bağçaya getsə belə düzdür. Ətrafdan uşaq bax otursun o biri otaqda. Burada ata-ana uşağı göyə göndərirlər o biri otağa, get ora, uşaq göyə eşitmə. Ata-ana orada əgər mübahisə edirsə, uşağın bilinçaltısı orada onu yazır. Eşitmədiyi halda. Yazır onu bir-bir. Energetik dalğalarına gedir çatır. Bəli, akasha sistemi. Uşağın orada o, yəni bilinçaltında olmayan şey, özünüz də bilirsiniz. Bilməyib də, eləməyib. İndi deyir, yəni müraciət eləsə nəsə. Əlbəttə ki, indi məsələn onu gətirib çıxardıram uşağın ki, özünə mi lazımdır demək, yoxsa elə ora gəlirəm, səbirsizləşməyin. Anadan başlamaq lazımdır. Düzdür, deyə bilərsiniz ki, çox vaxt mənə sual verir, bəs ata, bunu dinimizdən də görmüşük, bütün hədislərdən də görürük, ondan sonra öyrəndiyimiz elmlərdən də görürük ki, ana ilə uşağın, mən onu dəfələrlə demişəm, enerji sahəsi bir-birinə bitişikdir. Bitişik. Bu nə deməkdir? Bu o deməkdir ki, ananın bütün hissi, duyğusu, hər bir şeyi uşaqdadır. Ona görə uşaq uzaqda olanda, lap əskər olanda, xəstələnəndə bir şey olanda ana o dəqiqə hiss edir. İstəyir uşaq olsun San Fransiskoda. Sonra deyirlər, bu belə elmlər yoxdur filan. Doğrudan da hiss edir. Uzaq olsun, ölüm olanda, dəli olanda ata hiss edir, ruh kimi. Bunu dəfələrlə görmüşəm. Amma xəstələnəndə, bir dara düşəndə, həbs olunanda, ana hər halda hiss eləyir, ana hər halda hiss edir. Nəsə olduğunu hiss edir. Ananın o nəsə olmaqdan, hiss eləməkdən getmir söhbət. O olasıdır, onu hiss elədi, ondan nə olacaq? Amma ana körpə vaxtından uşağın, yəni burada əlbəttə ki, atanın da rolu var. Əgər o ata, o qadını, o evdə sakit, yəni o sakit bir həyatları var da, gözəl bir həyatları var. Yemək yeyəndə sakitcə, gözəlcə yeyirlər. Onu da deyim ki, bu da bir təzə bir şey olsun. Çox, məsələn, heç uzmanlar bilmir bunu ki, yemək yeyəndə bilinçaltı açılır. Biz deyirik, hamı, bütün uzmanlar deyir ki, gecə yatanda açılır. Bunu bilirik. Amma yemək yeyəndə açıldığını... Ona görə də həm xristiyan, həm müsəlman dövründə dua eləyənlər var ki, o daha da güclənsin. Ondan sonra gözəl söhbətlər, bir-birinə nəsə ötürmək, xoş danışmaq. Bizə ruzi verdim, bütün kasıbların qarnı doysun. Nə gözəl sözlərdir də əslində. Bəli. Əslində bu. Amma indi biri kuxnada yer, biri ayaq üstə yer. Yəni stol başında, masa başında kollektiv yemək az qala o ənənəsi qalıb qıraqda. Qalıb qıraqda o çox önəmlidir, çox önəmlidir. Orada uşağın
yəni artıq o yemək yeyilən vaxtı uşağın bilinçaltısına gözəl pozitiv şeylər ötürülür. Ana ilə, ata ilə əlaqəli. Yəni hətta cinsi yetkinlik dövründə uşaq bax 12 yaş artıq başlayıb da cinsi yetkinlik dövrü, 14 tam ortasındadır. 1-2 ildən sonra o da bitəcək. Uşaq əgər sakit həyat tərzi keçirdirsə, yəni ata-ana mübahisə etmir, dalaşmır, yəni evdə böyük problemlər yoxdursa, o uşağın o vaxta qədər olduğu bütün xəstəliklər cinsi yetkinlik dövründən sonra yox olur. Mən bunu özüm də görmüşəm. Yəni yox olur, silinir, çıxır, gedir. Yəni Allahın bu bizim bədənimizə verdiyi bir təmizlənmə var. Ondan sonra orada bir çox şeylərin, proseslərin getməsi var. Yəni o da psixosomatika deyilən bir şey var da, özünüz bilirsiniz. Amma o davadalaş qırğın şəraitində uşaq o cinsi yetkinlik dövrünü keçirdirsə, uşağın o vaxta qədər olan xəstəliklərinin də üstünə xəstəliklər gəlir və cinsi yetkinlik dövründən sonra o xəstəliklər çoxalır. Yəni bu %100 deyə bunun ayrı bir şeyi yoxdur. Numerologiyadan isə mən necə kömək edə bilərəm? Əlbəttə ki, analizlərini edərəm. Uşaqların hansı yöndən tərbiyə olunarsa daha tez nəticə əldə edər, onu deyərəm. Sonra orada çakralarda da çıxır. Ondan sonra bəzən o əsas o karma. Bu uşaq nə eləməlidir? Görürsən uşaq deyir ki, bu uşaq susur. Bu yaxında var idi birinə. Susur. Bu uşaq niyə susur? Deyirəm ki, ya qısıtlanıb uşaq vaxtı, ya da ki orada karma 3 çıxır. O dəqiqə mən bilirəm ki, bu ya susacaq, ya da həddini artıq çox danışacaq da. Biraz orta danışır. Yoxdur. Orta yoxdur. Biraz sual-cavab eləyən kimi görürsən ki, susur. Deyirəm ki, onu artıq oradan tövsiyələr eləyirəm ki, onun necə dilini açmaq olar. Uşağın 10 yaşı var, yəni danışmır da, heç ürəyində danışır ha. Ünsiyyətçil deyil. Bir də Kəmala xanım, bax deyənlər müşahidə oluram. Mən istər-istəməz o yaxşı mənada təftiş eləyirəm də sizin fəaliyyəti. Məni tanıyanlar da çox müraciət edirsə. Deyir, elə şey deyir ki, məsələn, mənim çətinlik çəkdiyim odur ki, siz tapşırıq versiniz, o adam eləməyə. Amma o dinimizdə deyir, hər kəsə Allah çəkə biləcəyi yükü verir, dərdi də hətta. Siz hər fərdə ayrıca özünün edə biləcəyi, öz həvəslə edə biləcəyi tapşırıqlar verirsiniz də. Bu, yəni olubmu ki, kimsə eləməyə, yoxsa siz onu bilib olur, necə olur? Məsələn, bunu desəm eləməz, yaxşısı budur, bunu deyim, bunu eləyər, yoxsa necə? Onu mən tövsiyələrimi eləməliyəm. Məsələn, kişi xeylağıdır, bu yaxınlarda analiz eləmişəm. Bu adamın 5-dən karması var, 5-dən ana xətti var. Yəni bu kökü şamandır. Baxırsan ki, onlarda şəfaat, əslində biraz bu adam şəfaatçılıq var. İndi 9-la da orada əlaqəli olur. Nəysə, ona qətiyyən içki bir qurtumda. Ondan sonra boğaz çakrasıdır 5. Buradan keçən yediyimiz, içdiyimiz. Soyuq da olmaz əslində, soyuq içkidir. Yediyimiz, içdiyimiz doğa o öz işidir. Öz işidir, istəyir soyuq içsin, isti içsin. Yəni neynəsin? Amma yediyimiz, içdiyimiz onun hər şeyinə təsir eləyir. Bir də danışdığı ən əsas məsələ odur. Bu adamın ağzını artıq mən onu analiz eləyəndə görürəm, bu adam dil boğaza qoymur, eyni sözü dalbadal deyir. Yəni elə bilir ki, bu bir sözü çox desə, onda bu eşidiləcək. Uşaq vaxtıda bu adamlar çox vaxt qulaq asılmayan. Əksinə, kənardan elə çığırıb, bağırıb danışacaq da fikir vermə deyirlər, qalır qıraqda. O boyda enerji qalır. Həmişə məsləhət görürəm ki, sözünüzün hörməti olsun, sözünüzün qiyməti olmaz. Yeri olsun. O indi yenə öz işidir. Amma oradan elə tövsiyələr var ki, mən birinci növbədə deyirəm, yargılamağı yığışdıracaqsan. Hətta kişi olmağına, məsələn, mühakimə, müzakirə, ittiham, ay nə bilim bu niyə belə oldu, irad bildirmək. Bunu yığışdıranda inanın ki, indi yoldaş o tərəfdən deyir ki, bəs bu siqaret deyirəm ki, nə siqaret, bax ağızdan olan siqaretdir, içkidir. Ondan sonra adam var ki, məsələn, onlarda özdə artıq orada çakranın düzülüşündə mən o dəqiqə bilirəm, bu adamda asıllıq niyə görə olmaz? Bircə dəfə məsələn siqaret çəkdi, bu adam oldu asılı. Adam var ki, siqareti çəkir, keyfi ilə atır. Sonra yəni yenə sonra keyfi istəyəndə bir ay çəkir sonra. Yəni o ona təsir, amma o 5 onu edir. Məsəl üçün hər bir şeyin asıllığına düşə bilər. İnsan münasibətinin asıllığı, ondan sonra qadınlarda çoxsunda çay, kofe asıllığı deyib, içməsəm ölərəm, nə danışırsınız? Yəni o asıllılıqlar olmaması üçün onlara amma yenə hamısının başında yarğı, qeybət,
Ondan sonra müzakirə, mühakimə. Asılı demişkən, elə hansı rəqəmlər daha Onu çox çətin bacarırlar. Asılı olan elə bir rəqəm. Məsələn, elə bürcləri var ki, təbii ki, bürclərdə hamısına aid olmur, çünki orada günlər, saatlar, dəqiqələr, illər var. Amma deyilə tabe olmaq xoş duyan, özünün ideyası yoxdur, ancaq tabe olan. Bu numerologiyada da elə rəqəmlər var mı? Məsələn, filan rəqəm özü bir təşəbbüskar deyil də. İstəyir işçi kimi, mən iş tapşırsınlar. İki rəqəm. İki rəqəm. İki rəqəm. Hə, o iki nəyə görə? Əslində onda liderlik də yoxdur da belə. Yoxdur. Onlar lider olmağa heç vaxt çalışmırlar. Ancaq day zad ola bəlkə, ya belə kimsə təşəbbüs verir. Olmur. O az adam olur onda. Qarşısındakı üçün işləyir həmişə. Ya da başda olur, yəqin əsas aparıcı başqa adam olur, bu sadəcə görünən fiqur olur. İnanmıram. Elə də olur. O da olmur hətta. İnanmıram ona da. Ona da inanmıram. O dərəcədə, yəni onlar yalnız 2-dir də belə çıxır. 2 rəqəmidir, bəli. 9'larda da olur. Amma 9 üst bilincdir, o düzdür, onlardan istifadə edirlər, yardımsevərdir, humanistdir. Keçən dəfə danışırdıq ha ki, ilişkilərdə, o münasibətlərdə hansı rəqəm? Bax, orada 2 var idi, 9 var. Niyə? Çünki qarşılıqlı münasibətdə o insan verməyi bacarırsa sevgi, hər şeyini, 9 verir çox belə rahatçılıqla, 2 verir çox rahatçılıqla. Sonra 6 rəqəmi başdan ayağa sevgidir, bir-birinə sevgi göstərmək. Ona görə mən o rəqəmləri keçən dəfə dedim ki, bunlar yəni birinci yerdə o xoşbəxtliyin rəqəmləri bunlardır. Yəni iki adamın bir yerdə. Zamanımız daralır, az qaldı. Bir sual da verim. Maraqlı danışdı ona görə. Bir sual da verim. O vaxt Etibar Elkin gördüyüm odur deyə ondan misal gətirim. O ekstrasensorika kursları açanda deyirdi ki, bütün müştərdən adam olmasa mən dərsi başlaya bilmərəm, kurs uşaqları. O enerji tamamlanmalıdır. Bu abürcü həmişə tapılmırdı da. Hətta bir dəfə yadıma gəlir 97-yə keçən il idi deyəsən. 96-97 tədris ili. Dedi ki, buğa bürcü hələ yox. Düz 2 ay gözlədi. Axırı bir dənə arıq bir qız gəldi buğa bürcü. Ondan sonra başladı. Əkizlər çox idi, şir bürcülər çox, xərçəng çox idi, oğlaq çox idi. 7-8 nə var. Amma buğa gəlib çıxmırdı. O numerologiyada da siz inşallah o tədris eləyəndə, o kurslar açanda orada da bütün rəqəmlər olmalıdırmı yoxsa? Yox, elə bir şey yoxdur. Bütün rəqəmlər olmalıdır. Sadəcə məsəl üçün mən artıq onların marağından bilirəm ki, bu neçədir. Yoxlayıram, elə də çıxır. Bilirəm bu 7-dir. Bilirəm bu 6-dır. Məsələn, adamla hətta heç danışmayım. Onun bir üzünə, gözünə baxıram, bir də insana baxışından, duruşundan. Bilirəm artıq hansı rəqəmdir. Artıq o peşəkarlıqdan irəli. Yox, bəzən deyirlər də, indi az olanlardan üzr istəyirəm, deyirlər ki, bu hüzür yerində, toyda bu yemək niyə belə dadlı olur? Hə. Evdə nə qədər yaxşı bişirsən də yaxşı yanın. Çünki orada bütün o ətin hissələri qarışır da, fərqli bir qoxu gəlir, dad gəlir. Ora aparırsınız. İndi yəni mən o mənada deyirəm ki, hamısı bir yerdə olanda, misal çəkəndə, əlbəttə ki, gözü tamaşadır, tamaşa mənfi də var, epizodik də var, başrol da var, ölən də var, doğulan da var. Film kimi. Yəni deyirəm o bir rəngarənglik olmaq üçün deyirəm, yoxsa mütləq deyil. Onu mən məsəl üçün deyə bilmərəm ki, mən məsələn eğitimə dərsə başlamıram, burada bir yoxdur məsəl üçün. Onu deyə bilmərəm. Bəlkə tapılmaz. Amma yox, heç tapılmaz. Yəni Etibar müəllimdə energetik bir şeydir, bəlkə də ondan imiş. Vacib deyil ki, o adamın üstündən mən gedəm orada dərsə. Mən uzaqbaşı, məsəl üçün çakralar da var axı. Yəni o rəqəm yoxdur, amma çakralar var ki, yəni uzaqbaşı soruşacağam ki, o eğitimi keçəndə məsələn birinci çakradan danışıramsa, aranızda məsəl üçün o birinci çakrası varmı boş olan? Məsələn o boşluq orada, mən orada saatlarla danışmalıyam, başa salmalıyam, o qədər ehtimallar var. Onu o numerolog kimi o adam onları istəyir yazsın, PDF veriləcək, istəyir onları yadında saxlasın. Əlbəttə ki, yazmalıdır. Mən bir ara evim, eşiyim hamısı dəftər idi, ondan sonra kağızlar idi, nə bilim mən nə idi. O yazmaq da yaxşı şeydir. Bilirsiniz niyə? Həm görürsən, həm də o beynivə işləyir. Bəzən adam olur ki, heç yazmayanda yadında qalmır. Ya da ki, biz arzularımızı yazarıqsa, o deyirlər, manifest eləyin, yazın, qırmızı ruçka ilə yazın, həmlə. Dəxli yoxdur, hansı ruçka ilə yazırsınız, yazın. Karandaşdan yazın. O da deyirlər, o da niyə görə? O qələm deyilən şey var ha. O surədə var axı elə, qələm surəsi. And olsun qələmə, andı da var Quranda. Bax, o şey var, o qələmlə yazın. Nə deyirlər ona, nə qələmi?
Neysə də o Mürəkkəblə yazma. yox, mürəkkəb yox. Qələm bu karandaşlar nədən ibarətdir? Onun içərisində Azərbaycanca onsuz Mil deyirlər, zapaz da mil deyirlər bildiyim qədər. Sadə karandaş deyirik, ondan sonra nə? Yəni onunla da onun da orada əhəmiyyəti var. Neysə, onu bəli, soruşanda, məsələn, orada kimsə deyəndə ki, bax, məsəl üçün mən bilirəm. Mən orada artıq o dərsi danışanda o adam deyəcək ki, artıq 100%. Bəli, bu da var, o da var, o da olub, bu da olub. Yəni bunu göstərmək üçün bir nəfər olmur da, bir də görsən bir neçə nəfər olur. Yəni o yox, məndə elə bir şey yoxdur ki, yəni burada filan kəs olsun ya, olsun. Aydındır. Təşəkkür edirəm. Dəyərli dostlar, artıq internetdə, YouTube-da yazırsınız numeroloq Kəmalə Mürsəlova. Mütləq qarşısından numeroloq yazın. Orada bizim kanalda və digər yerlərdəki çıxışı Kəmalə xanımın çıxacaq. Orada başlıqlara nəzərən baxın. Bundan əvvəlki veriliş bir sensasiya oldu. Yəni qarşılıqlı münasibətə. Bu dəqiqə insanlar o lazımdır. Yəqin ki, baxmısınız, baxmayanlar, təzə izləyicilərimiz də baxsın. Çünki bir yerdə işləyirik, ailədəyik münasibət var, bir yerə işə gedirik, tələbəyik, işçiyik və s. Bunların hamısının, ya müdür isə işçilər, orada Kəmalə xanım dedi ki, müdürlər daha çox hansı rəqəmin daşıyıcılarını işə götürər, indi burada demirəm. Ona imkan olsa baxın və gələn verilişimizdə bu numeroloji rəqəmlərə görə peşə seçimi, yəni hansı ixtisasa kim gedər. Məsələn, indi demirlər, Qoç bürcü məsələn bu sahələr daha çox meyillidir, onda alınar. Şir bürcü, tutaq ki, lider, rəhbərlik, Boğa bürcü həmçinin. Bax, belə dediklər ki, rəqəmlərə də baxacaq. Rəqəmlər görək, hansı rəqəmin daşıyıcısı, hansı sahəni seçsə, yaxud da daha yaxşı olar, daha çox pul qazanar. Pul qazanar, indi əsas odur ki, uğur və pul. Bundan danışacaq. Başqa bir sözünüz Mən analiz edəndə birinci növbədə ancaq onu soruşuram, hansı peşədə işləyirsiniz? Çünki bilmək istəyirəm, görüm orada çıxan rəqəmlər üst-üstə düşür, yerindədir ya yox. Onu bir şey əlavə eləmək istəyirəm ki, tezliklə inşallah belə bir şey eləmək istəyirəm ki, bu cütlüklərin ailə qurmuş, hətta neçə il bir yerdə yaşayan, onların o ilişki, yəni onların münasibət problemlərini həll eləyəcək bir analiz. İnşallah onu yəni tamamilə onların bax orada niyə bir yerdədirlər? Onların bir yerdə olma amacı, onların strategiyası və onların dərsi, hansı dərsi bir-birindən. Yəni tam elə bir şeylər var ki, onun içərisində bir aydan sonra eləyəcəm onu. Yəni mümkün çox belə möhtəşəm bir şeydir. İnşallah. Kəmalə xanımda başqa bilgilər də var. Mən özümə söz verdim ki, kanalımızda çıxışın 6-cı ayında artıq mən düşünürəm ki, Azərbaycanda o yaxşı işlərinə görə Kəmalə xanımı tanımayan olmayacaq. İnşallah. Hər kəs tanıyacaq. Yox, elə işlərdir ki, hər şey yaxşı olacaq inşallah. Bizdən də bu qədər. Düşünürəm ki, nömrəsi efirdə getdi. Səbirlə baxanlar oradan nömrəni qeyd edir. Nəsə sual olsa, əsas çıxış yoludur. Əsas biz qurtulmaq istəyirik sıxıntılardan. Bugünkü gündə çıxış yolu. Bəli. Yəni, gələcəyə durum mən nə olacaq? Yox, bugün mən nə edim? Bəli, yəni həmişə deyirəm, keçmişdə qalıb, gələcək məchuldur, bilinməyəndir. Bugün əsas üzərimizə düşəni eləsək, hər şey yaxşılığa doğru gedər. Sağ olun, salamat qalın, ruhunuz həmişə şəfalı olsun. Sağ olun.